Məlum futbol şəraitində günortaki sintetik ot örtüyü, günəşli hava bu yeni ot örtüyüdür, sintetik. Bir müddət lazımdır ki 2 ay, 3 ay meydança tam özünü tutsun. Belə olan halda ilk hissədə mübarizə gedir daha çox meydanda və sürətli oyunun şahidi ola bilmirdik. Sürətli, kombinasiyalı futbolun. Çünki rəqib də çox yaxşı pressing tətbiq edirdi, çox yaxşı müdafiə olurdu. İkinci hissədə daha sürəti bir balaca artırdıq, daha fəal oynamaya başladıq. 2 gol vurub olduqca önəmli qələbə qazandıq. Futbolçularımı, komandamızı, azarkeşləri, rəhbərimizi təbrik edirəm. Düşünürəm ki, çox vacib çıxar qazandıq. Sual var. Buyurun. Rəşad müəllim, qələbə münasibətlə təbrik edirəm. Sağolunuz bol olsun. Mən də gözləyirdim ki, siz birinci hissədəki o zəif, dinamikasız oyunun səbəbini meydançaya bağlayacaqsınız. Amma eyni zamanda sizin oyunda bir canlanma ikinci hissədə əvəzləmələrdən sonra oldu və meydançaya daxil olan iki oyunçunun hesabına da ikinci qolu vurdu. Sizcə o əvəzləmələrin bir rolu var idi? İlk hissədə rəqib çox gümrah idi və demək olardı ki, meydanda başımızı qaldırmağa imkan vermirdi. Azər Bağırova qarşı oynamaq hər zaman çətindir. Bugün də onu bir daha üzərimizdə hiss elədik. Oyundan qabaq da futbolçularıma bu haqda məlumat verirdim. Və sonradan meydana daxil olan Cibril İsa Konate, əminəm ki, əksinə olsaydı, onlar başlayıb yerinə İsmail'la Ceyhun girsəydi, eyni effekti verəcəkdi. Çünki birinci hissədən artıq hiss olunurdu ki, futbolçularda yorğunluq var və o da hava şəraiti, suyun ot örtüyü, nəfəs almaq çətin idi. Sonradan meydana daxil olan Baqamoyski olsun, yəni bütün futbolçularımız, Quyma olsun, çox canlandırdılar oyunumuzu, düz vurğuluyursunuz onu. Və bu da çox önəmlidir. Önəmlidir ki, tək 11 nəfərlə başlayan futbolçuna yox, sonradan meydana daxil olan oyuncular 5 əvəzləmə olduqdan sonra daha da önəmli olub ki, onlar meydana necə girəcəklər və şükürlər olsun Allaha bu günləri effektiv alındı. Suallar. Çox. Yəni sınayacaq belə beynimizdə var. Sınayacaq dedikdə o bizim komanda winger kimi gəlmişdi. Sadəcə olaraq o periodda sol müdafiəçi kimi ehtiyacımız var idi və düşünürdüm ki, sol müdafiəçi kimi yaxşı effekt verə bilər. Həqiqətən elə də oldu, amma bugün bizim Enrique kimi də sol müdafiəçimiz var və bu bizə şərait yaradır ki, biz İsanı lazım olduqda digər mövqelərdə də istifadə eləyək. Növbəti turlarda biz onu sol müdafiəçidə görə bilərik, wingerdə görə bilərik, hücumçuda görə bilərik. Milli komandasında çox vaxt görürsən hücumçu oynayır. Ümumiyyətlə universal futbolçudur. Və biz də onun bu potensialından istifadə etməyə çalışırıq. Volkov sırayla sonra son vaxtlarda Mikes də asan belə düşünürsün. Rəqabət olacaq. Mikes də universal futbolçudur. Həm sol winger oynaya bilir, həm hücumçu arxası oynaya bilir, həm hücumçu oynaya bilir. Universal oyunçudur. Tək hamı sağlam olsun, hamı oynamaq şansı olacaq inşallah. Rəqabət olacaq, sağlam rəqabət. Nə vaxt kim başlasın, kim sonradan meydana daxil olsun. Bu şəkildə işimizi idarə edəcək inşallah. Suallar. Rəşad müəllim, keçən oyundan sonra siz bildirmişdiniz ki, Karbon bizi ya da Şəfər bizi Evropada qəbul edəcəklər. Turan da bizi orada qəbul edəcək. Karbon da doğrusu Şəfər də məsələn ilk oyunu Evropada bizi orada qəbul edəcək. Sanki bir narazılıq var ki, yəni hamı ilk stadionun ilk açılışını bizlə oynayır. Bu biraz müzakirələrə səbəb oldu bu fikriniz. Açıqlama gətiririz, yəni bu təsadüfən sürekli düşünürsünüz bir şeyə qarşılansa bir plan oldu belə? Yox, plan qəti şəkildə plan deyil. Orada müsahibəmin sonunda mən də qeyd edirəm ki, istəyərdik ki, yəni hər hansısa bir qayda qoyaq bununla bağlı. Çünki bu bizim də başımıza gələ bilər. Bizim də meydança yana bilər, pis ola bilər. Nəsə hər hansısa bir problem ola bilər. Bir oyun, 2 oyun və yaxud əgər 5, 6 oyun, 7 oyun bir stadionda oynanılırsa, başqa Bakı şəhərində məsələn oynanılırsa və Qəbələdə oynanılırsa, mən deyərdim ki, 2 devrə, 3 devrəli də bizdə çempionat 3 və yaxud 4 olur. 2 devrə heç olmasa komanda bir yerdə oynasa, daha ədalətli olar da, hamı düşər ora səfər oyununa. Yoxsa belə çox belə çətin olur da bizə. Məsələn, mən özünüz də hiss edəcəksiniz, yoxsa 2 oyundur Kəpəz təbii olaraq Azər mənim gəlişindən sonra canlanma var idi. Zaten mən ilk turlara da deyirdim ki, 4-5 tur sonra bu komanda formasını yaxalayacaq. Zaten komandada bir canlanma var idi, irəliləyiş var idi və bu son 2 oyunda da görürük ki,
Məhz burada azarkeşlərinə yaxın, süni otörtü, erkən saatlarda oynanılır oyun. Daha da motivasiyalılar, daha da istəklidirlər və fərq var. Açıq-aşkar fərq var. Bəlkə də bu gün Qəbələdə oynasaydıq biz məğlub olardıq, amma oyun daha baxımlı olardı, daha gözəl olardı. İstər Kəpəzin ifasında, istər bizim ifamızda. Qəsdən, bilərəkdən, yox, qəti o şəkildə bir fikrim yoxdur. Sadəcə olaraq belə alınırdı. Bu il nəsə aşırı şəkildə belə alınır. İmişli rəqabət apardığımız komandaları Şamaxıda qəbul elədi. Sonra biz getdik orada çox pis vəziyyətdə olan bir meydançada oynadıq. İndi yavaş-yavaş düzəlir orada. Və yaxud Kəpəz olsun, Turan olsun. Turan təsəvvür edin, biz rəqabətdə olduğumuz komandalarla Bakıda oynadı. İndi biz 2 oyun Tovuza gedəcəyik. Hamıya məlumdur ki, Tovuzda oynamaq nə deməkdir. Yəni, belə də bu faktor reallıqdır da. Yəni bu mən müzakirə hansı yöndə olub? Biz hər zaman gerçəyi deyirik, reallıqları deyirik, amma görməzdən gəldiyimiz vaxtlar da olur, sustuğumuz vaxtlar da olur, danışmadığımız vaxtlar da olur ki, futbolumuz naminə elə əvvəldən olmuşdu. Yəni Turan olanda biz danışmadıq, İmişli olanda danışmadıq. Artıq 3-cü, 4-cü komandadır ki, belə yer dəyişmə baş verir stadionda. Biz ondan sonra danışdıq və təsadüf də elə gətirib ki, yenə deyirəm, rəqabətdə olduğumuz komandalarla bir meydançada oynayırlar, bizlə öz meydançalarında. Ona görə fikrimizi bildirdik. Biz xahiş elədik, biz etiraz eləmirik, biz kimisə tənqid eləmirik. Biz xahiş elədik ki, bunu nəzərə alaq, nə cürsə qoyaq qaydalar ki, bu bizim də başımıza sabah gələ bilər. Sabah da olur, biz də meydançamızı təmir eləyərik, biz də başqa meydançada qəbul eləyərik. Bu ola bilər. Məsələn, indi Dalğada təmirə bağlanır stadion. Yəni görünür ki, meydança pozulur deyə təmirə bağlandı. Bu bilirsən ki, bir real bir fakt var, bu hamı başına gələ bilər. Amma əgər 5 oyun, 6 oyun kimsə hansısa stadionda qəbul edibsə, 3-4 oyunda orada qəbul eləsin və qış fasiləsi bitsin. Ən azından da belə siz nəsə də belə bir qayda olsun. Dövrə yükləməsin. Bəli. Suallar, desələr. Hakimlər çox dəstək edir ki, Azərbaycanın mütəxəssiz Azərbaycan futbolunun hakimliyinə nə qədər təsir edəcək? İnşallah xeyrinə olar hakimliyimizin. Ümumiyyətcə uzun illərdir ki, bizdə hakim sədrlər xarici vətəndaş olurdu, legioner olurdu, belə deyək. Və mən hər zaman öz kadrlarımızın tərəfdarı olmuşam. O demək deyil ki, yabancı da olmaz, yəni legioner olmaz heç bir mövqedə, heç bir vəzifədə. Amma zamanla elə bil ki, öz kadrlarımız yetişirsə, bu yükü daşıya bilərsə, niyə də olmasın? Və bu son zamanlarda özü də görürsünüz qərarlar, daha çox 21-də olsun, A-millidə olsun, indi hakimlər sədr olsun, öz kadrlarımıza güvənilir. Bu bizi sevindirir təbii olaraq. Son 2 ildə, onu qeyd edim ki, son 2 ildə hakimlərimizdə inkişaf var idi. Mənim də oyunlarımda səhv olub, rəqiblərimizin də oyunlarında səhvlər olub. Amma son 2 sezonda xüsusilə qabarıq şəkildə inkişaf var idi. İnşallah ki, Rəhim bəy də təcrübə toplayıb, neçə illərdir ki, bilirik ki, o yöndə inkişaf gedirdi onda. Və inşallah ki, bu yükü daşıya biləcək və daha indi yaxşıdır, daha da yaxşı bir hakimlik səviyyəsinə gələcək hakimliyimiz. Anladım. Mən o Premier Liqə yeni gələn komandalar deyirlər ki, bu stadionlar, uzaq meydançalar belə bərbad vəziyyətlərdə, yəni ki, razılaşarsınız. Bu süni şəkildə komandaların sayının artırılmasına ehtiyac var idi, yaxud Karvan Posta 60 yerdə gedirdi. Bu olmazmı ki, bu dəyişirdisə, təbii olsun, necə düşünürsünüz? Təbii olaraq biz daima bu söhbətləri, daima müzakirə edir, siz media, istər biz mütəxəssislər ki, daha çox ot meydançalar, keyfiyyətli meydançalar və oyunumuz başqa bir səviyyədə alınacaq da. Ümumən çempionatın əvvəlindən belə bu narahatçılıq var idi və ki, necə olacaq? Rəqabəti artırıldı. Rəqabət təbii olaraq, yəni o öz effektin verdi 12 komanda. Açıq-aşkar rəqabət var və bütün komandalarda bu rəqabətə tab gətirir. İstər Karvan olsun, istər Kəpəz olsun, istər Qəbələ olsun. Son pillələrdə qərarlaşan komandalar deyirəm ki, oyunları gözümüzün qabağında canlandırsaq, baxarıq ki, bir çox oyunlarda qalib də gələ bilərdilər, xal da ala bilərdilər, məğlub olmaya bilərdilər. Amma müəyyən məqamlarda görsən ki, təcrübə çatmır, müəyyən məqamlarda rəqibin heyətindəki usta oyunçular görsən üstünlük yaradır və bu günləri tam qazana biləcəkləri xalları qazanmayıblar. Digər tərəfdən hamımızı maraqlandıran və narahat edən məqam odur ki, meydança ilə bağlı. İndi Karvan Yevlax komandası həll elədi, bu meydançada qəbul edəcək. İnşallah ki, növbəti sona İmişli də həll eləyər o problemini. Kəpəz də möhtəşəm stadion tikilib, o törtüyü hazır olar. İnşallah gələn il düşünürəm ki, artıq bu problem geridə qalacaq. Sizə bu meydança Premier Liqa səviyyəsinə olur gəlir? Yenə deyirəm, yəni
bayaqki sualda da dedim ki, istəyərik ki, ot meydançası olsun, təbii ot örtüyü olsun, amma yoxdursa, indi bildiyim qədərilə buranın hava şəraiti deyirlər, qışda çox soyuq olur, yayda çox isti olur deyə, ot örtüyünü burada qoruyub saxlamaq olmur deyə, ona görə belə bir qərar qəbul olunur. Amma təbii olaraq hamı istəyir ki, ot örtüyündə oynasın. Buyur. Mənim ki, Aykutları ayla yaxşı olsa, sizcə neçəsində olur, ayla yaxşı olan Real Madrid sayılır? İndi gözümü qabağında canlandıra bilmirəm, başqa oyunlarda hansı qollar olub, amma bizim komandada ən baxımlı qoldur. Və inşallah ki, ən baxımlı olar. Mən həmişə istəyirəm ki, futbolçularım müəyyən məqamlarda da fərqlənsinlər, seçilsinlər.